Bu content Familia Barsa Azərbaycan və Peña Blancos Azərbaycan komandalarının təşkilatçılığı ilə həyata keçirilir. Barit Podcast. Hər birinizi salamlayırıq dostlar, bilirik ki, işləriniz qaydasındadır. Siz Barit YouTube kanalındasınız, Barit Azərbaycan YouTube kanalındasınız və burada biz dünyanın ən möhtəşəm iki komandası haqqında öz azarkeşlərimizi veririk. Barcelona azarkeşi Fuad. Hər birinizi salamlayıram, Abdul səni də salamlayıram. Çox sağ ol, salam olsun Real azarkeşi Abdul. Burada biz nə müzakirə edəcəyik bugün? İlk öncə Çempionlar Liqasını müzakirə edəcəyik ki, hər iki komanda qalibiyyət qazandı və öz yerlərini belə deyim, möhkəmlətdi. Real ilk 8-likdə, Barcelona isə ilk 8-liyə yaxınlaşdı və böyük şansları var 8-liyə düşmək və əlbəttə ki, La Liqanı müzakirə etməmək mümkündür. O La Liga ki, hakim səhvlərindən yenə də bizi sevindirdi. Hakim səhvləri bizi sevindirdi və maraqlı əlbəttə ki, yarış cədvəlinə müzakirə etməyi. Çünki son 10 ilin ən hücum meyilli Barcelonası ilə son 10 ilin ən bərbad Real arasında cəmi bir xala fərqi var. Bunu qeyd etməmək mümkün deyil. Ən bahalı hücum xətti ilə ən potensiallı hücum xətti arasında fərq var. Bahalı özlə. Hə. Başlayaq. Çempionlar Liqasından başlayaq. Yadındadırsa biz normal. Qəşəng stavka dedi, hərəmiz öz təxminlərimizi dedi, ikimiz də səhv çıxartdılar. Bizi qulaq asmayın. Mən demişdim deyəsən, yoxsa nə demişdin? Sən demişdin ki, biz Barcelona'ya daha inamlı qələbə düşünürdük. Sən 4-1 demişdin. Real'ı amma göz balayla 3-2 Real götürdü. Dübən layla. O şeyə baxmısan da herhalde. Okko'ya baxdın, atmışdım sənə. Vasantgil danışır deyə. Timo Kerrer. Kehler'dir Real formasında oynayırdı oyunda. Doğrudan da bir abi. Madem ki Vasant müraciət etdi Timo Kerrer'ə də, o bir Barcelona azarkeşi olaraq öz münasibətini bildirdi. Mən də bir Real azarkeşi olaraq fürsətdən istifadə edir. Əgər Kerrer Barit Azərbaycan proyektini izləyirsə, çox sağ ol Kerrer, Allah canı sağ eləsin. Həqiqətən bir rəqib komandanın kapitan olaraq bir avtogol, 2 dənə məhsuldar səhv. Yəni qardaşım, şərait yaratdı burada. Nə varsa Real'a getmək istəyir, amma unutma ki, bizim artıq David Alabamız var. Artıq o Paris Saint-Germain'də oynayıb deyəsən vaxtı ikən. Da, o Paris Saint-Germain'in ya yetirməsi yox. O Almaniya futbolu, Schalke'nin yetirməsidir, amma Schalke'ni çox bəyənirəm Raul'a görə. Mənim favorit oyunçumdur Raul. Raul'a görə. Raul La Liqanın gəlmiş keçmiş ən yaxşı oyunçudur. Ümumiyyətlə biz necə indi müasir insanlar, daha doğrusu müasir deməzdim. Müasir adamlar, gənc nəsil Raul'u hardasa söyüb batıranda, nə mənada söyüb batıranda, ya da tanımayanda da, belə deyim də, çox da ona önəm verməyəndə, hardasa başa düşürəm ki, Raul'u görməyiblər də. Amma bax, köhnə nəsili başlayanda Raul'u hardasa pisləməyə ki, belə hücumçu olub, elə hücumçu olub, mənim yetişkəsini yalan deyim. Dost xətrimə deyil, biraz başa düşməyəm. Ciddi almaq olmur. Yəni, belə deyim də, Raul belə wow hücumçu olmayıb. Amma çox estetik hücumçu olub. Yəni Inzagi'yə bənzəyən bir hücumçuydu, amma Inzagi'dən güclü olub mənə görə. Raul ilk öncə onunla seçilirdi ki, Galaktikus olsun və yaxud da məsələn 98-ci ilin gənc komandası olsun. Hər yerdə əsas həyətdə olsun. Hər yerdə əsas həyətdə. İstəyirsən hücumun lap qarşısı qabağında oynasın, istəyirsən sol cinahda oynasın. Raul Ronaldo Nazario olsun. Kim yanında Beckham olsun, Zidane olsun, həmişə heyətdə olub. Van Nistelrooy olsun. Van Nistelrooyun svязкасы pis deyildi. Qəşəngdir. Yəni həmişə olub heyətdə və Raul bir pokoleniyanı Real'a cəlb edən bir adam. Həm də xarakter olaraq Raul yəni qızıl bir oyuncu. Mənə həmişə deyəndə ki, uşaqlar kimsə deyəndə məsələn şəhərlərdə elə siz də yazırsınız məsələn biz Kuboka görə sevməmişik Real'ı. Uşaqlar mən Real'ı Kuboka görə sevməmişəm. Mən Real'ı Raul'a görə sevmişəm. Yox, zarafat edirəm, sənə belə bir sual verim. Sual deyil əslində, bir maraqlı bir belə bir. Yəni ki, izləyicilər də maraqlı olur. Nədir bu? El Clasico deyəndə ağla görə nə qədər oyunçular gəlir? O tonlarla da, eşalonla. Amma nədənsə mənim ağlıma El Clasico deyiləndə Puyol ilə Raul ağlıma gəlir. Bilmirəm niyə. Olan belə ikonik şəkili var, danışırlar belə. O Milan derbisində onunla şəkilə bənzəyir. Hə, yəni onlar yəni o El Clasico-nu görmək istəyərdim də. O El Clasico-ları mən biraz xatırlayıram nə cəhətdən. Mən 2006-2007 mövsümünə baxmağa başlamışam. Düzdür, Puyol 12-13-ə qədər oynayıb, amma mən də Mourinho erasına girmək istəmirəm də. Əgər Mourinho-la əvvəlki eranı müzakirə etsək, belə deyim, 2006-2009 erasında həqiqətən Raul ilə Puyol birisi o qədər şeydə negativ yox idi. Və sağlam negativ var. Hə, və kapitanların belə liderlik onların bacarıqları çox nümayiş olunurdu. O qədər böyüdülər ki, yəni xarakter o qədər böyüdülər ki. Yəni çox rahat. Sonra belə atırdılar qəlbinə ki, yəni
bu iki nəfər varsa, plus Casillas da var idi. %100. Yəni o da belə pısmasın, yəni şeydir də. Köhnələrdən. Köhnələrdən nə şeydir? Pavaskasız kapitan kimi bir şeydir. Daha da 90 kapitan idi. Yəni Casillas, Puyol, yəni onun kimi oyunçuların olması dəhşət bir şeydir. Yaxşı var ki, mən o İspaniyanı çox bəyənirəm. Gözəl ərəfə idi. Puyollu, Raullu, həqiqətən də klassiko əla idi. Amma biz qayıtmalıyıq bizim müasir problemlərə. yanına. Yerə qayıdaq, öpürəm səni. Qaydırıq Praqa. Praqada bir dənə soyuq var idi, brat. Doğru. -7. Oyuncuların donurdu. Yəni Olmo orada qardaş belə oynayırdı. Yəni titrəyə-titrəyə breakdown sonra. 2-2-ni görəndə təəccüblədim çünki sən necədir? Slavia yəni Brügge deyil də. O hücuma meyilli futbolla yəni tanınmır. Çünki Brügge hər kəs tanır. TikToker Lewandowski sağ olsun bir dənə qol vurdu. Slavia biraz sıxdı. Yəni belə oyunda belə wow momentlər olmadı. Prosta Barsa bizə necə tutdu? Na opti. Ümumi münasibətin vəbşi nədir Lewandowski'nin transferinə? Bax son 3 il oynayır da klubda. İlk öncə onu bildirək ki, o vaxtı maliyyə təsirlərini məcbur işlətdi Laporta. Rıçaq deyirlər də ona. Bütün rıçaqlardan istifadə onu transfer eləsin və deyəsən hələ də Bavariya borcumuz var. Yoxsa bağlanıb. Leva söhbəti bağlanıb, pul olaraq artıq borcumuz yoxdur. Sadəcə olaraq Levanın çox baha qiymətə aldılar. 50 plus neçəyini aldılar, dəqiq bilmirəm. 33 ya da 34 yaşında. 33-34 yaşında. Okey də Lewandowski yəni fiziki göstəricilərinə görə, yəni çox hücumçudan. Qurban olsun yoldaşına. Yox eləmə. Ateist yoldaşına. Fitness instruktordur. Okey. Amma Lewandowski gələndə artıq yaşı çox idi və oyla 2+1 müqaviləsi imzalamaq biraz məntiqsiz idi. Oyla bir üstəgəl bir imzalasaydıq daha yaxşı olardı. Əlbəttə ki, özü də razı olmayıb ki, daha yaxşı kontrakt istəyib və indi biz onun əzabını çəkirik. Komandada ən çox maaş alan 3 oyunçudan biridir və demək olar komandaya zərrə qədər belə töhfəsi yoxdur. İndi mənim üzümə vuracaqlar ki, sən Realla oyunda onun vurduğu qola reaksiya ver. Sən bunu pisləyirsən. Okey də, yəni Lewandowski onu vurmalıdır. Təcrübə öz sözünü deyir. Amma düz belə koridor verdilər ona. Şərait yaratdılar. Şərait yaratdılar. Hə, amma o usbet elədi, ayağın topun altına saldı, o paraşutu atdı, özdə Kurtuva kimi qapıya. Okey, yəni vışı klass sözüm yoxdur. Amma sən bunu eləyirsən, onlarla sadə moment buraxırsan. Distansiyada xeyrin yoxdur. Distansiyada yoxdur. Bəli, uzun müddətli perspektivdə zərrə qədər xeyrin yoxdur. Qınamırıq gənə də. Nə məndə qınamırıq? Yaş öz sözünü deyir. Yəni sən Barsada oynayırsansa, əlbəttə ki, daha belə gənc olmalısan və daha perspektivli olmalısan. Lewandowski'nin yaşı artıq öz sözünü deyir və o adam fizika qanunlarına qarşı çıxmaq istəyir. Təbiətin qanunlarına qarşı çıxmaq istəyir ki, yox, mən yaxşıyam, mənim indi muskullarım var, sinəm var, məşq edirəm, arvadım orada mənə kasat eləyir, mən oynayıram. Amma anlamır ki, yəni təbiətdən mübarizə apara bilmərsən də, artıq o deyil. Hə, getsin bir dəqiqə Saudi Ərəbistana, getsin bir dəqiqə Miami'yə. 50 qol var. Türkiyə aysa getsin orada yola versin, gözü yumulu bir 30-40-50 qol vuracaq da. Amma bu artıq Çempionlar Liqası, La Liqa başqa leveldir. La Liqada elə bir şeydir ki, elə bir çempionatdır ki, deməyim ki, belə sürətlidir, amma hücumçulardan az da olsa sürət tələb olunur və cəldlik tələb olunur. Bir çox komanda bağlanır Real'a Barsa'ya qarşı. Və Lewandowski artıq o deyil, yəni Çempionlar Liqası Beşiktaşlıq temada. Abraham da gedir bura. Abraham nə dəxli? O nə transfer? Nə ara gəldi, nə ara getdi də. Aston Villa'ya getdi bura. Aston Villa'ya getdi, verəsənmə. Aston Villa. Bir həftə bundan qaldı. Aston Villa, nə edirsiniz? İstanbula nəyə gəlmiş, nəyə getdi? Gəldi burada istirahət gəldi ki, nədən onda qız kuləsidir, nədən. Brat, Qaradənizdə istirahət elədi, yürü var. Nəysə, Çempionlar Liqasına qalib gəldik. Ferminin əməyi az olmadı və demək olar ki, 8-liyə yaxınlaşdıq. Amma bilmirəm indi 8-liyə düşəcək yoxsa Kopenhagenin oyunumuz var. Burada da amma qol averaj söhbəti var. Prosta bu oyunda belə bir tema oldu ki, qanımız qaraldı, brat. Bat qanımız. Hə, var məlumatım mən Gülbari. Çoxuz bildiniz nə demək istəyirəm. Bizim sehirbazımız zədələndi və azı bir ay olmayacaq. 7-8 oyun buraxacaq və hələ bir aydan sonra qayıdıb hansı vəziyyətdə olacaq, hansı fiziki formada olacaq, onu biz bilmirik. Yəni doğrudan da Pedri'nin zədələnməsi dəhşətdir və Oviedo ilə oyunda Pedri'nin yoxluğu hiss olunurdu. İndi oyun haqqında sonra danışarıq. Pedri hal-hazırda demək olar Barsanın açar oyuncularından biridir və onun yüklənməsi də var. Bilmirəm, yəni Flick niyə belə eləyir bəzən? Flick özü də deyib ki, Pedri elə bir oyuncudur ki, daim olaraq yüklənmədə olmalıdır. Əksinə ona istirahət vermək olmaz.
anlayıram, başa düşürəm, amma yəni da bu qədər də yox da daim. Bir ara normal yadında da 3 ilmə yüklənmişlər pedin. O təkili 100% idi biz qoyacağıq bunu. Qoyacaq, 10 millidə mi belə 75 oyun oynayandan sonra. Seydə oxşayır amma o nə da? Özü də elə o bu qədər prime-a çıxmamışdı o vaxt. Aysa uşaq idi elə. La Ligada dayanmadan oynadı. Çempionlar Liqasında, Avroligada, dayışı getdi, Olimpiyadaya getdi. Nə bilim, bir o qalmışlar ki, səvəzi istifadə eləsinlər ki, nəysə. Amma Pedro'nun yoxluğu öz sözünü deyəcək. Onsa bizim heyətimizdə problemlər var. Yarım müdafiə xəttində deməyim ki, belə problem çoxdur, amma Pedro kimi, yəni klass oyunçu yoxdur. Ümumiyyətlə bu dəqiqə özün də bəlkə xəbərlərləşdirmisən, Florentino Perez belə özü deyib ki, Barsadan yəni bir dənə onu met qalamışam. Yəni əlbəttə ki, istəyərdi ki, ikinci Figo'nun tarixçəsini yenidən yaşatsın. Yəni mən belə deyim, elə bu dəqiqə Reala Pedro çatmır. Pedro'ya və yaxud Vesinya çatmır. Yəni elə tipli oyunçu. Sadəcə nəzərə alsaq ki, hal-hazırda bizim yüngülvari maliyyə problemlərimiz var. Bəli. What the Siz Real Madridin maliyyə problemləri var. Realın Laporta bağışla bura. Mən bir sənə nəzər Sənə demişəm bağışla Laporta. Mən bir sənə nəzər edir. Biz Realın maliyyə problemlərindən danışırıq. Mən üstümdə bu şərh var və mən 2 dənə telefonla oturmuşam. Qardaşım, kasıb. Realın maliyyə problemləri. Buna verim. Nəyə görə normal olaraq Real hal-hazırda məsəl üçün Pedro'nun qiyməti 130-140 milyondur da. Yəni transfermarktda heç 100 milyonla təklif edə bilməz. Nəyə görə? Pedro Morata adında bir insider, Real haqqında bir insiderdir. Bildirib ki, Real Madrid dünyanın ən çox qazanan klubudur, amma komanda əslində iflas həddindədir. İflas həddi ondan ibarətdir ki, ilk buraxılışımızda Biden ilk podkastında yanındadır ki, General Assambleya var. İl ərzində biz gəlirlərdən danışırıq. Realın 24-25 mövsümdə, yəni keçən mövsümdə 1.161 milyard avro mənfəətinin olduğu təsdiqləndi. Amma nəzərə alsaq ki, plus vergilər falan beşməkən 1.3 milyarda hardasa çatır məsələ. Əsas məqam ondan ibarətdir ki, Real faktiki olaraq 24-25 mövsümdə və ümumiyyətlə hətta son 5 il ərzində təmiz gəlirdə cəmi 65 milyon euro pul qazanıb. Cəmi. Yəni 20-21 mövsümündən, koronavirusdan sonraki mövsümdən keçən mövsümə qədər Real təmiz olaraq 65 milyon pul qazanıb. Məsələ ondan ibarətdir ki, belə görünə bilər, gəlir var, o var, bu var. Yəni aldım qoz, satdım qoz. Yəni mənfəət elə bir ki, xərci biraz örtbasdırır və bəli. Və hətta məsələ də bir iki maliyyəti olaraq, yəni və hətta problem nəyə gəlib çıxıb? 24-25 mövsümdə sən bilsən də klublar arası dünya çempionatı elə 24-25 mövsümünə aiddir. Çünki iyunda oldu. Onunla da elə ki mövsümü bağlamış oldular. Və yadınızdadsa 1 milyard gəlirdən danışırdılar Infantino Gil. Qonşu gələcək. 1 milyard ümumi gəliri var klublar üçün və həqiqətən bu 1 milyardın 86 milyonu Reala düşdü. Nəyə görə? Çünki yarımfinala qədər çatdı. Və əgər Real həmin mövsüm, keçən mövsüm yarımfinala qədər çatmasa klublar arası dünya çempionatında 24-25 mövsümdə bax fikir ver burada yazılıb. Mənfidə olacaq. Mənfidə olacaq. Yəni o mənfidə necə qurtuldu? 86 milyon avro pul qazanmaqla. Sırf olaraq yeni turnirin. Yəni klublar arası dünya çempionatı olmasaydı Real mənfidə idi və məqam da ondan ibarətdir ki, bəs indi danışırıq, niyə görə öz vaxtınızda Salibanı 100 milyonu almadınız? Mənə də problem var da. Qardaşım, klubun maliyyə problemi var və bir vacib məqam da ondan ibarətdir ki, Real 500 milyon yerinə 1.3 milyard pul xərclədi stadiona. Yəni gözləntilən 500-550 milyonudur. Proqnozlar belə idi, amma 1.3. Bəli, hardasa stadion özü öz xərcini bərpa eləyəcək, amma problem var. İllərlə olacaq o. İllərlə olacaq. Bir amortizasiya məsələsi var. Bu amortizasiyada qarşı çıxan plus Madridin rəhbərliyidir, yəni şəhər olaraq meriyasıdır ki, icazə vermir konsert keçirməyə. Çünki stadiondan bir xeyli gəlir gəlməlidir. İl ərzində 200-300 milyon konsertlərə görə. Nə bilim, Şakira gəlsin, Manaf Ağayevdən, Elaris Amerikadan daşıya gətirsinlər. Yatdan Amerika Elaris. Yəni bütün kaliferləri qeyd etdim. Yəni bundan gəlir qazanmalıdır stadion. Üzeyrin konserti olsa gedərdim. Bernabeu. Mən Üzeyrin burada Crystal Hall'da konserti olsa gedə bilmərəm. Qaldı ki. Bildim mən neçədən başlayır 500 manat. Da 500 manat. Məsələ ondan ibarətdir ki, həqiqətən çox pul xərc. Hardasa deməli Madrid meriyası nəyə icazə vermir? Sözüm yarımçı qaldı. Səs-küyə görə. Səs-küy olur stadionda. Qonşular şikayət eləyir. Səs boğucu olmur o boyda. Səs boğucu eləmədilər stadionu. Yəni möhtəşəm stadiondur. Məsələn, kosmik gəmi yoxşur. Kosmik gəmi yoxşur, amma səs boğucu deyil. Bu səs məsələsi yox.
Yadımızdan çıxıb yala. Da öyle bir şey var. Hal-hazırda elə ona görə Real'ın stadionda tikinti işləri davam edir ki, Yenə başlayıb. qıraq bucağın yüngülvari bu məsələni həll etmək istəyir ki, səs-küy olmasın. Qalsın elə bir ki, boksunda içində qalsın səs. Və uzun sözün qısası Florentino Perez'in bir neçə çıxış yolu var ki, komanda normal gəlir qazanmağa başlasın. Çünki fərz edək ki, 5 il ərzində onlar 65 milyon gəlirə çıxıblarsa, yəni bu ilə 5-10 milyon xeyir eləyir də. 5-10 milyona Allah'ın da olsun, nə yalan deyib, heç Dirəşsə biz ondan çox qazanırıq. yəni Perez heç bizi Fuadla Real'ı ala bilməz də 5-10 milyon. Yəni o dərəcədə hal-hazırda Məbləğə gəlmərəmiz. yəni hal-hazırda transfer pəncərəsi özün bilirsən də elə şib ki, ümumiyyətlə transfer siyasəti klublar. Saliba misal üçün sən Salibanın misal çəkdin ki, Real'ın 10 il bundan qabaq 30 milyon qiyməti olardı onun. Saliba özü İngiltərədə oynayır. Neymar'ı salamlayırıq da. PSG-ni salamlayırıq. Barsanı salamlayırıq. Bartomeu. 200 Yəni milyon. futbolun üçün qoydunuz, özüm mən deyirəm. Yəni hər şey bir yana və doğrudan qoydular. Rahatçılıq idi brat. 222 milyon oyunçu olar ala. Heç olmasa Chelsea 3 dənə Ballon d'Or, 4 dənə Çempionlar Liqası gətirsəydi deyərəm düzdür. Sırf olaraq hype-a görə yəni satdılar. Nəysə, yəni indi Real'ın da vəziyyəti belə idi. Ona belə çıxır ki, biz Real'ın yanında daha yaxşıyıq. Ya bir məqam var ki, Real da öz kreditlərini işə salır, o rıçaqlarını, təsirini işə salır. Prosta Real'da bunlar gələcəyin yatırımını indi xərcləmək deyil Laporta kimi. Laporta gələcək 10-20 ilin gəlirini hardasa indi istifadə etmiş oldu. Hə. Florentino hardasa da Real alıcılar, da Real sponsorlar tapır. O cəhətdən biraz pulumuzdan yaşayır da. Yəni 10 ildən sonra qazanılan gəlirə dəyməyib, amma artıq Laporta 10 ildən sonraki gəlirin bir hissəsini xərcləyir. Və fərz elə ki, adam yeganə prezidentdir ki, koronavirusla klubu müsbətə çıxıb və hələ də PSG ilə City ilə dirəşə bilmir. Yəni siz kimi gəlsin o bir yadada keçən mövsüm qışı, o Husanov Marmuş alındığı qışda alındı. 300 milyon funt sterling. Bax belə də, yəni belə. Şey aldılar indi. Geheni aldılar. Geheni aldılar. Amma Geheni düzvarı aldılar və burada Florentino'ya salam vermək olar. 20 milyon avro. Kakası Real'da oturardı, amma maaşı Erling Haaland 18 milyondur. Qardaşım Alaba oynayır 25 milyonluq maaşla. Vəbşi qorxudum burada yəni. Qardaşım, Florentino'nun bir neçə seçimi var. 1. Klubun 10%-ni özəl investorlara satmaq. Klubun yarısını satmaq Barcelona'ya. Ya 10%-ni Arendaya verir klubu. Ərəblərə falan 5 milyon satmaq. O da necə? Gəlir, amma yəni dünya dağılsa olmaz. Yo, satmaq istəyir, təklif eləyib. Perez özü yaxşı sponsor axtarır ki, amma 10% heç bir idarəedici quruma heç birini təsir etmir də. O sərmayə yetirən adam, 10%-ni verən adam, oradan gələcəkdə 11, 12, 13%-ni qazana bilər. O məqsədlə girə bilər bu proyektə. Amma nəsə seçim, sosiyosun yerinə nəsə idarəedici heç bir məqam yoxdur. Bu yoxdur. Bunun üçün 51% olmalıdır. 51% Florentino Perez mamasını satar, 51% satmazlar. Real atışları minərlər. Yəni Real. İkinci məqam Super Liqanı yaratmaq ki, o da biraz qəliz məsələdir. Və yaxud da hal-hazırda məhkəmədəki söhbət gedir ki, Çeferin dağları. Nə, Real 5 milyard pul istəyir UEFA-dan və FIFA-dan. UEFA deyəcəklər çəkdən bu məndən də nə istəyir? Amma Real oradan 5 milyard. Mən yəni Florentino Perez rahat bir il söylərəm. 5 milyard çalsa oradan. Yox, təsəvvür Laporta'dan Florentino danışıblar ki, qardaşım, oradan o mən 5 milyardı götürsəm, söz verirəm 1 milyardı sənin də bırak get şəllər. Mən axırda bir cümlə işlədəcəm, onu da şoka düşəsən. Üçüncü, hər il klublar arası dünya kubokunu keçirmək. Amma necə sərf elədik? Yəni təklif eləmək də bilir ki, FIFA ki hər il keçirdi o. Kimdən oynayacağıq biz qardaş? Onsuz oyun sahibi daxrinadır. Yox, məsəl üçün bax millər arasında dünya çempionatı olacaq da. Sən ora klublar arası dünya çempionatı soğasan, o maraqlıdır. O millini dayandıraq bura. Əsas klubdur. Və dördüncü məqam transferlərə daha az pul xərcləmək və daha çox oyuncu satmaq. Ki bu da biz Red Bull Leipzig deyilik, Ajax deyilik, Lyon deyilik. Yəni də. La Masia deməlir amma əsas La Masia. La Masia demək ki, Barcelona öz La Masiasını daha çox özünə xərcləyir, özü istifadə edir. Yox, təsəvvür et Concrete Real girişir La Fabrikaya. Mən belə baxıram, açıq deyim, müqayisə etmirəm. Amma oradan-buradan hansısa vacib məqamlarda, hansısa məcburi şəkildə bax Raul Asensi çıxdı ortaya. Məcburi şəkildə Gonzalo Garcia çıxdı ortaya. Yəni bunlar məcburi şəkildə çıxırsa ortaya və parlayırsa, bunlar yəni niyyətli şəkildə onları çıxarsın oradan. Nəsə verər də, var deməli də. Məsələn, Niko Paz. Məsələn, hə. Niko Pazı siz öz istehsalınızdır. Yox, Xəsə var idi, Xəsə Rodriguez. O travmalar sındırdı onu. Sındırdı onu, amma yəni Dorona çox perspektivli oyuncu idi. Son cümlə mələz eləyir. Bu adı nədir? Yığağamın Morata ilə familiyası. Çox maraqlı ki, Insider'ın familiyası Moratadır. Nəsə qohumu çıxar, görəsən. Pedro Morata. Pedro Morata axırda bir cümlə işlədir. Özü Yakubu qatı reallıdır və bu problemləri sadaladıqdan sonra bu abzusları biz sizə oxuyandan sonra axırda deyir, məhz buna görə də Perez'in klubun ən kritik anında Barcelona'na 5-10
517 milyon avro ilə xilas etmək qərarı bizi çaşdırır. Yəni bu vəziyyətdə sən amma Barsaya kömək edirsən. Məsələn, bir sənə deməkdir. Yaxşı, Olim onun qeydiyyatına kömək elədi, daydaylıq. Biraz da yüngül var, o da zəng, məzat. Hərəkətə keçirdi, adamın hərəkətə keçirdi. Hardasa biz keçən branşda danışmışıq, 170 milyon pul verdi. 124 milyon. Laportaya ki, hə, prezidentliyə namizədçi lazımdır. 517 milyon, yarım milyard pul. Laporta soruşdu, Laporta. 517 milyon hardan? Bu komandanın prezidenti sənsən, yoxsa Florentino Perezdir? Nə bu suala cavab verir? 517 milyon. Misal üçün nə mənə soruşuram. Həm Barcelona tərəfdən deyirəm ki, qardaş 517 milyon hardadır? Və Perez 517 milyon niyə verdi? Git Salibana Allah. Əgər 517 milyona ikinci Realın sastavını yığmaq olar. Məsələn, Arsenal olmaq olar 517 milyona. Yox, bu rəqəmlər niyə hər həftə Perezdən Barcelona verdi pulları sayı niyə artır? Mən ona çatmıram. Gələn çıxışda 1 milyard. 1 milyard olacaq. Ya prezident Barsa Florentino'dur. Və mən digər tərəfdən də mən Barcelona sual vermək istəyirəm ki, sən lap deyək ki, həqiqətdir. Bu pul gəlirsə, siz necə iflas olursunuz da mən tutmuram amma. Bunlarda da bura. Bunlar konkret bura mafiyozdur. Mən istəyirəm ki, bunlar Aviadon oyunda gol yazmışlar, batırdılar. Yaxşı, qısaca istəyirsən bu arada burada bizim Formula 1 səhifəmiz haqqında bir Xoş Şumaxer olmaz. Bu bizim Formula 1 səhifəmiz var, onun üçün xəbərlər ayırıram. Mixail Şumaxer komadan çıxdı, gəzə bilir, hər şey yaxşıdır. Şumaxerə də buradan alovlu ateşli salamlarımızı göndəririk. Allah şəfa. Allah canımızı aləsin Şumaya qağamızdır da biliniz. Alonso Serçaq bura. İndi məsələ verdik, qısaca Alonso Serçaq həqiqətən ürəklərdədir. Qısaca sən Barcelona Slavia haqqında fikirlərini necə? Barsa Slavia oyunu haqqında nə qardaşım, orada danışılası bir şey yoxdur. Yenə deyirəm, qanımız qara. Allah balaları sağlasın. Mən əsas gözlədiyim oyun Kopenhagenin oyundur. Komanda Kopenhagen içindən keçməlidir ki, 8-dəyə düşə bilsin. Qalib gəlsək 16 xalımız olacaq və ən azı 7, 6, maksimum 8-ci yer ola bilərik və 8-dəyə düşmək, ilk 8-dəyə düşmək, yəni belə böyük bir privilegiya deyil. Nə mənada? Məncə privilegiyadır. Yox, deyəcəm nə də. O bildim nə demək istəyirsən sən. 100% 2 əlavə oyuna görə deyirsən. 100%. O başqa məsələ. O zədəyə görə, həm də yorğunçuluğa görə okey razıyam. Amma ötən mövsümə qayıtsaq görərik ki, Liverpool necə də bəxti gətirmədi də. Yəni düşdü 8-dəyə düşdü, getdi PSG ilə düşdü, PSG xoruzunu verdi, yola saldı. Amma orada problem komandanın gücü idi, rəqibin gücü idi. Oyun deyil. Paris Saint-Germain Brestdən düşdü. 16-cı yer, 13-cü yer olmuşdu ya da 16-cı yer olmuşdu. 16-da bir finalda Brestlə düşdü. PSG, Arsenal, Aston Villa, Arsenal, sonra finalda da Inter. Yəni ilk 24-dəyə düşmək, yox 8-ə düşmək, əgər heyətin genişdirsə, babat oyunçuların varsa, məsələn PSG kimisənsə, City kimisənsə, sənin fındığıva deyil. Amma əgər bizim ikimizin günündədirsə komanda, indi Realın heyəti yaxşı genişdir, razıyam. Barsadan az da olsa genişdir. O da keyfiyyət olaraq, yəni bəzi oyunçular, yəni doğrudan da Realda məsələn o deyil. Məsələn Mendinin varlığı nəyə lazımdır bu dəqiqə? Prosta zədəlidir, zədəyə meyilli. Az var deyirəm, Mendi var. Yəni Mendi olmasa yoxluğu ya da varlığı, yəni o qədər heç nə dəyişmir. Fran Garcia nə dedin sana? Milfhandırdı. Mama suda o brat. Milfhandır. O bir sənə öz vaxtında cinahı seçib. Cinahdan tribunadakı mamaşkalar yaş görsədin. Yəni baldıra qardaşım. Ola deyəm. Hə. Siz də qardaşım. Amma bir vacib məqamı bildirmək istəyirəm sənə. Mən sənə razıyam. Hardasa uyğun analogiyadır. Amma PSG daha çox enerjini sərf elədi mövsümün ikinci yarısında və o Brest'in ərəfələr var idi. Haradakı 10 dənə qol. Çempion olmuşlar, onu demək istəyirəm. Yox, o mənada yox. Onu demək istəyirəm ki, o hələ pikinə çatırdı. PSG hələ o məqamda, çünki Paris'i çox pis keçirdilər və yayı. Amma o ki yanvar başladı, o ki Dembéleni keçdi ortaya, amma siz PSG-lə müqayisədə çox enerji itirdiniz. Artıq bu mövsümün keçən ərəfəsindən payızda. Hələ Realla dirəşmək, sonra gedib Çempionlar Liqası oynamaq sizin çox canınızı aldı o cəhətdən. Ona görə də mən müqayisə etməzdim və heyət olaraq əlbəttə bizə 8-lik önəmlidir. Bir də bir vacib məqam bildirim. Bax, məsələn biz normal olaraq Albacete məğlubiyyətə gülürük Realan və %100 də gülməliyik, çünki status olaraq biabırçılıqdır. Amma Real indi hal-hazırda Benfica ilə cəmi cümlətən neçə oynasa, Real fərzəli ki, fevralda cəmi 4 oyun oynayır. İndi sənə bir şey deyim. Sizin Albacete ilə oyunumuz var. O 4 oyun arasında sizin həftə arası. Biz həftə arası oynamayacağıq. Əgər Benfica ilə də ən az neçə olsa 8-də qalsaq, plus kubokdan da çıxmışıq. 4 oyunumuz var və tam olaraq o 4 oyuna yönələcəyik. Yəni fevral ayının əladır. Mən Realın nə yalan deyim, xüsusən də Barcelona 8-dəyə düşməsə, Realın nəsə fərq atacağı və yaxud ən azından Barcelona keçəcəyini gözləyirəm. Yəni fiziki şəkil, fiziki cəhətdə. Çatdırmayacaq Barcelona.
Barcelona %108-liyə düşməlidir. Kopenhagen'dan daş üstünə daş qoymamalıdır və ona görə biz ehtimallar deyəndə mən Barcelona böyük hesablı qələbəsini bildirəcəm. Plus Kopenhagen'də o rəqib deyil ki, dirəşsin. Düz Kopenhagen'də motivasiyası var. 25-26-cı yerdə də 24-yə düşməlidir. Frankfurt Eintracht elə deyirdi. Qarabağ Eintrachtı döyürdü, Barsa gücündən utdu Eintracht. Bir vacib məqam sənə bildirim ki, əgər düşməsəz 7 oyun oynayırsınız fevralda. Biz 4 Barsa üçün sərf eləmir əlbəttə. Biz 4 oyun oynayırıq. Flex 8 deyil. Ona görə bir də Barcelona rəqiblərinə baxaq fevralda. Elche səfərdə. Elche zəif. Bu mövsümün Elche, yəni Realdan öz meydanında xal aldı. Elche bu dəqiqə nəinki Realdan xal almağı, Elche bu dəqiqə məşəm İspaniyada indi grantları saymasaq ən gözəl futbol oynayan komandadır. Çox səliqəli və gözəl futbol oynayırlar. Albacete onsuz da Vallejo olduğuna görə Goat komandadır. Yəni o başqa məsələ. Sadəcə o da səfərdə, Elche də səfərdir. Maraqlı arda-arda. Evdə Mallorca, hansı ki Mallorca zəif rəqib mən sayım. Ən azı dişli rəqibdir. Dişli rəqibdir. Sonra Levante var. Levante səfərdə. Yox, evdə Levante ilə oynamalıyıq. Evdə Mallorca-da, səfərdə Girona'dır. Girona qorxusu yoxdur. Evdə Levante'dir, bəli. Yox, cədvəl çətin normal deyil. Normal. Amma nəzərə alsaq ki, Barcelona indi problemlər çəkir. Yəni onun üçün yəni hər bir oyun artıq önəmlidir. Artıq mövsümün demək olar ortasındayıq. Artıq 50% dalda qoymuşuq, daha artıq 55% belə deyə bilərik. Günü-gündən daha da sona yaxınlaşırıq. Finişdən Primaya gediriz birazdan. İndi burada kubok oyunu var. Məsələn, Real kubokdan azaddır, okeydə. İndi Realın bir dənə 2 ümidi var. La Liga, Çempionlar Liqası və hər ikisində sona qədər mübarizə aparacaq. Nə qədər bacaracaq? La Liga, Çempionlar Liqası vəziyyətləri zordur. Yəni onun üçün hər şey oyunçusundan 8-lik qarantiləyiblər məncə. Nəzərə alsaq ki, taktiki cəhətdən zəifi, çünki maestromuz yoxdur, amma hər şey komanda motivasiyasından asılıdır və oyunçuların qeyrətindən. Nəysə keçək La Ligaya, bura. İstəyirsən Yüngübari və Monaco haqqında bir iki dənə söz deyim. Aynen, Monaco. Çünki bizdə də məqamlar oldu. İlk öncə Çempionlar Liqası haqqında danışanda və xüsusən də indi Mallorca-nı biz qeyd etdik. Atletico-nu toxunmaya bilmərəm. Nəyə görə Atletico mən toxunmaya bilməm? Fərz edək ki, indi bu şəkilləri görürsünüz. Deməli, Mallorca Atletico ilə oynayırdı səfərdə, La Ligada. 3-1 Atletico utdu. Ya da 3-0 yadımda deyil, 3-1 deyəsən. Mallorca oyundan qabaq şəkili paylaşmışdı ki, prosta askili şəkilləriydi ki, biz maddidə yollanırıq da. Prosta postdur. Mən bildiyimə qədər söz soğucu bir post deyil. Sən neynədə Atletico oyuncuları odandan sonra? Həmin o askiləri Razdivalkada geyinib göyə bu Mallorca Atletika verdilər. Yəni Atletico o dərəcədə cılız komandadır ki, Mallorca'ya dis atır. Mallorca Tuglayev edir. Amma digər tərəfdən də məncə nəzərə alsaq ki, Mallorca ortabat komandadır və mən tam ürəyimlə Atletico-nu tam ortabat komanda sayıram. Normal bir şeydir. Yəni öz belə deyim də öz qumluğunda, qıraqda, bucaqda elə eşələnirlər, bir-birlərinə söz atırlar. Sonra özünüz deyirsiniz ki, Atletico ilə mırtdaşırıq. Və mırtdaşacağıq da qardaşım. Sən Mallorca ilə söz soxasan da eləyiblər də. Sonra sən deyirsən ki, söz soxucu bir şey. Yəni mən söz soxucu bir şey. Mən oxudum, oradan mənbə, buradan mənbə oxudum. Prosta posterdir da. Yəni prosta qırmızı askıdır. Niyə fikir verəsən də? Yəni prosta şeydir. Deyəsən sizin o baxışlarınızın sayışıq ki, Atletico-nun rəsmi səhifəsi. Bir məqam, ikinci məqam da ki, əgər sən çox pis deməzdim, amma stabil olmayan Galatasaray ilə lap olsun səfərdə nəzərə alsaq ki, müdafiə meyilli komandasan və 1-0 qabaqdasan, orada sən qələbəvi qoruya bilmirsənsə, hansısa top komandalardan və yaxud da hansısa böyük klublardan danışmaq məncə yersizdir. Demirəm ki, Galatasaray zəif deyir. Galatasaray pis demirəm. Vəziyyəti yaxşı deyil. Vəziyyəti yaxşı deyil birinci. İkincisi ki, sən yaxşı da, bu Alvarez'dir, nəyə lazım idi sənə? Batırıyor da olar. Qardaşım. Bir dənə sən hepsi olur, mən qardaşım. Mən Griezmann'ı çox sevirəm. Griezmann qutardı getdi. O heç başqa məsələ. Prosta məni yandıran bir sən nədir? Griezmann kimi futbolçunun Atletico Madridin bir nömrəli əfsanəsi olması. Nəyə də yox. Bilirəm, yəni bir nömrəli əfsanəsidir. Prosta Atletico Madrid kimi klubun bir nömrəli əfsanəsi olması üçün Griezmannı heç yaraşdırmıram da ora. Yəni Griezmann o qədər yaxşı mövsümlər keçdi, yəni Atletico-da 16-cı Mən sən məni səhv anlayırsan. Nə bura? Mən onun mövsümünə görə qınamıram. Mən əksinə deyirəm ki, Atletico-nun əfsanəsidir. Gör hardadır partlatdı da. Aysə mən onu demək istəyirəm. Yəni ona mən yanıram ki, sən başqa bir klubun əfsanəsi ola bilərdin. Atletico niyə də heç yaraşdırmam da. Onu bəlkə öz vaxtında PSG falan getsəydi. Griezmann mən çox sevdiyim oyunçudur. Daha Barsa gələndə sevinmişdim. Prosta bilirdim ki, alınmayacaq Messi söhbətinə görə, çünki eyni mövqe idilər. Amma Griezmann doğrudan da çox babat oyuncudur da. Prosta Atletico-da nəmiyələr. Nəysə uşaqlar, normal klublar var. Həmişə demişəm, Girona, Karvan. Yəni seçim var. Hələ ki gec deyil, fikrinizi dəyişə bilərsiniz. Ən azından yəni Atletico fanatisansa sənə bir səncə Atletico fanatı fikri dəyişib başqa klubun fanatı olsa, mən qınamıram və qlor demərəm, yəni elə bir şey.
O gələ şey dedi, Basant dedi, ya da Basantın sözü yadıma düşdü. Dedi, siz deyir, futbol oynamağa cəhd eləməyin də deyir. Da real satın Alvarez zadı. Futbol oynamağa deyir, cəhd eləməyin siz deyir. Yəni deyir, siz başqa cür nəsə eləyin axırı. Yəni qol vurun, nə edirsə eləyin, amma futbol oynamağa cəhd eləməyin. Yo, onlar bir sənə partladırdılar həqiqətən və hardasa top klub söhbət deyil, hardasa individuallığı qorub saxlayırdılar. Bütün oyunçular döyüşçü olanda. O ki, Bayena nə qədər mən o sevməsəm də, kreativ oyunçudur. Alvarez kreativ oyunçudur. Bu cəmaatı bekar eləməyin də. O bərbəri bekar eləməz. Nə almısan da Bayananı? Bayana kreativ çıxdı. Da, brat, sat geçsə, al, bax, Basant demişkən, Gordonu al, Albert Lewin var, döyüşçü adamlar var. Diego Costa'nı get Braziliyadan qayıtar karyerasından. Oynat da gül kimi. Mən qaqqatdı zaman zadı çağırır. Bax, ondan sonra sən Mallorca'ya söz soxanda, deyəcək ki, hə də, brat. Amma indi bu tərəfdə belə, bir tərəfdə də nəysə. Atletico haqqında bu dəfə çox danışdı həqiqətən. Nəysə. Atletico. Üzülü sayın, uşaqlar, üzülü sayın ki, biz siz nə vaxtsa top klub saymışıq. Real oynayırdı Monaco ilə. Biz əlbəttə ki, öz ehtimallarımızla gözləyirdik ki, gücü bala ilə əziyyət çəkə-çəkə oynayacaqlar. 4-3 taktiki sxemi ilə Arbeloa onlara buraxdı. Amma əslində məqam sxem deyildi. Çünki hücumda sol cinahda Carreras'ın diskvalifikasiyasına görə Kamavinga oynayırdı. Sağ cinahda isə Valverde prosta brat sağ zaşnikov oynadı brat da. O bax Dani Carvajal ilə qocalıb. Trent də biz dərman deyil, nəsə. Biz yaraya dərman deyil. Oyna da brat da, əfsanə olasan o sağ cinahda, Valyoxla ələt. Hal-hazırda belə baxanda Valverde top çəkilir. Sağ cinahda. Sağ cinahla. Mən razıyam. Valla dilim çönmür onu deyim ki, sağ cinah müdafiəçi arası topdur. Yəni çünki sən nəyə görə? Ya o mənada yox ya. Təsəvvür belə gətirə bilməm ki, bu da vaxtsa kanka deyəcək, çıxıb deyəcək ki, qarşı mən sağ cinah müdafiəçisiyəm. Yəni Konda kim olacaq ona da? Konda mərkəzdə oynayırdı, Xayva axırda onu keçirdi sağa. Mərkəz müdafiəçisi oynayırdı da. Ya bu vəbşi dəxilsizdir. Oğlum yarım müdafiədən, yəni hardasa nəyə görə yaxşı perspektiv üçün, допустим, atıram. Vitinyanı almaq istəsələr, Vitinya, Bellingham, Tchouaméni görürəm, hardasa kimsə getməli idi. Valverde gedir sağ cinahın müdafiəsinə. Hardasa məntiqlidir, amma bu yenə də Valverde pis olur, qardaşım. Yəni yazığım. Yarım müdafiədə yaxşı vaxtlar olur. Potensialı batırıyor orada. Çünki bəs mən ümumiyyətlə onu ne to bu doğma hiss edirəm özümə. Mən onda əsl maddistlər oxunu hiss edirəm. Düzdür, yaxşı kapitan deyil. Yaxşı kapitan. Lider deyil. Amma komandanı sevir. Bu xarakterdir. Xarakteri var. Və səsini də bilən düzəltsə yaxşı olar. Prosesi o 2005'te olan sesli tezahürat. Se dio el partido como esperaban, un triunfo importante con un rival complicado que peleaba el descenso. Sí, un rival muy complicado, ¿no? Pero por suerte se pudo ganar, ¿Qué te pidió el técnico? que jugara y que abriera la cancha. Onun səsiydi o. 2005'te. Bak yine yadıma sağlık, yine bak öz görsən, bak Kamran'ı yada sağlık, Kamran yine bezecek sənin səsini. Kamran nəzərə al qardaş, Onu üzrü saymıram. Mən tam sağalmamışam. Mən kimin gözü dəyibsə, mən Atletico azarkeşlərin mənim üstünə saldı. Qardaş mən demirəm, heç səsə bu deyirsə. Özdə ən bağlı məqam olan ibarətdir ki, bu buraxışda biz qərara gəldik ki, ikimiz də öz görəcəyik. Kamran var ki, deyəcək, o şey var. Bezdim. İndi məsələ nədir? Arbeloa flash intervyuda dedi ki, qardaşım, Kamavinga ilə Valverde yarım müdafiədə görəcəksiniz onları. Hücum fazasında yarım müdafiədə görəcəksiniz. Və Tchouaméni düşəcək aşağı müdafiəçinin yanında oynayacaq. Yəni Tchouaméni düşəcək aşağı, bunlar qalxacaq. Çox süper idi. Və həqiqətən o dedi ki, Jude Bellingham'la Arda'nı birlikdə oynatmağın yeganə yolu 2 dənə əlavə yarım müdafiəçini müdafiə qoyub onları da hücum vaxtı qaldırmaqdır. Kamavinga ilə Valverde. Çox məntiqli gəlir mənə. İkisi də sürətli oyunçudur, universal oyunçudur. Arbeloa dünyanın ən yaxşı baş məşqçisi statusunu alır. Yox, amma ən azından yəni Xabi Alonso kimi dahi gəlib onu fikirləşə bilmədi. Adam gəldi 2 həftə həll eləmədi. Sən nə idi? Qardaş, mən təzə bir sistem quracağam, yeni bir şey eləyəcəm və mənə uymalısınız. Realda elə şey girmir bura. Baxmayaraq ki, Valverde sağcıdan müdafiəçisi kimi başladı oyunu, asistini verdi. Düz cərimə meydançasının qarşısında ilk asistini verdi Valverde və 2 dənə asist verdi adam. İkisində də yan müdafiəçi pozisiyasında idi. Baxmayaraq ki, sağcıdan kimi başlamışdı. Şeydə səhər çəkilir. Mən Monaco haqqında çox danışmaq istəmirəm. Onsuz da Realdan qabaq danışılası nə var ki, rəsmən son 9 oyunda 8 məğlubiyyətləri var idi. Birini PSG-ni uddular necəsə. Müdafiədə gəndə problemlər görsəniz. Sizdə çox müdafiədə problemlər var. O həmin oyunda var idi, variantlar var idi. Mən gördüm, Monaco məsələn yarım müdafiədən hücuma çıxmaq fazasında çox yaxşı idi. Prosta biraz qoyunluq elədilər və Kurtuva bəzi öz formasızlıq da. Səncə problem var. Məğlubiyyətlərdən sonra gələ bir dəfə qəşəng udasan ki, yenə tonus olsun da. Monaco tonus lazımdır. Prosta fərz ki 7 oyunda abala udursan və gəlirsən Santiago Bernabéu-da, orada tonus qazanılacaq bir yer deyil, yəni normalda.
Heç olmasa o 7 oyunda double olsaydı deyərdim ki, Monakonun hardasa elə şansı olardı. Necə ki 24-cü ildə Leipzig bizdən gəldi səfərdə, bizim meydan sonra bizə az qala sürüyürdülər. O Çempionlar Liqasının son dəfə qazandığımız ildə. Amma onlar Tunus dedilər. 6-7 qələbə ardında gəldilər Real oynamağa. Bu 6-7 dəfə uduzurlar, gəlir Real oynamağa. Fərq var da. Nəysə, bura keçən La Liqaya, Çempionlar Liqasında hər iki komanda da oradan da yaxşı oynadı. Real Barsa Real qədər oynaya bilmədi yaxşı, amma nəzərə almaq lazımdır ki, Praqada vəziyyət doğrudan çox soyuq idi. Yəni Barsanın oyunçuları ilə şey öyrəşməyib, amma yəni komanda oputla, təcrübə ilə utdu. İndi Kopenhagendən çətin oyun gözləyir bizi, nə mənada çətin oyun gözləyir. Əlbəttə ki, qalib gəlməliyik. Amma burada hesab daha böyük olmalıdır ki, gol averajını artıraq və 8-likdə yerimizi qarantiləyək. Real isə Benfica səfərinə yollanır. Və Real azlıq Marino'nun qucağına gəlir yəni. Marino da bilmir ki, necə şey alsın. Hamilə arvadlar kimi şey deyir, elə bil ki, nədən onadı. Ancaq istəyir kompensasiya, nəsə kimdənsə nəsə götürsün də. Və Marino heç vaxt udmayıb Realı. Maraqlısı da odur ki, 4 ya da 5 oyun keçiriblər. Oynayıb Real'a qarşı baş məşqçi Manchester United-də, həm bundan əvvəldə, amma 4 ya 5 oyun, 0 qalibiyyət. İndi Benfica düzdür 16 oyun uduzmurlar, amma bəzi oyunlarda udmurlar. Heçələr çoxdur. Və Real da ən azı əlbəttə ki, başa düşülən ki, qələbəyə görə gedəcək ora. Variantı var, niyə də yox. Amma az Real məğlub olsa, tutaq ki, də indi ən pis variant. 4-5 komanda udmalıdır ki, keçsin. Düşsün. Yəni garantiliyiblə belə deyək ki. 90%. 90%. Heç şey eləsə ki, mən ümid edirəm ki, heç şey olacaq və Real artıq əlavə oyunlar oynamayacaq. Çünki bizi maraqlı oyunlar gözləyir La Liqada. Evdə Rayo Vallecano, ki Rayo Vallecano həmişə yəni döyüş komanda. Yadımda ötən mövsüm Rayo Vallecano'nun hansı oyunçusu möhtəşəm bir qol vurmuşdu. Hə, şeydə o keçər gedən nə idi? Johnny Sinsan xalası oğlu. İsi deyildi. Başqası idi. Santiago-da vurmuşdu. Möhtəşəm qol idi. Yadımdan çıxıb adı. Prosta indi tapıb qoyarıq. Səfərdə Valencia'da. Hugo Dura qımışır. Evdə Real Sociedad və səfərdə Osasuna. Hə, qorxusu yoxdur. Real Sociedad həmişəsindən yeyib. Real Sociedad bizə problem yaradır, amma səfərdə. Bizim səfərimizdə yox. Valla orada yaratmır son illərdə. Çox rahatlıqla olur Real Sociedad. Real Sociedad bizə problem yaradır. Tutup Valencia nəzər çəkir. Valencia biz döşürük. Bizə elə tərsinədir də. Hələ ki La Liga komandaları mövsümdən əvvəl danışıqlar. Ay sağ ol. Sən Real dağıtsın, mənə Barsa dağıtsın. Sən Barsa alırdın, mən Realam. Nəysə, bura keçək La Ligaya. İstəyirsən yüngülvari səndən başlayaq. La Ligada Barcelona Oviedo ilə qarşılaşırdı. Oviedo bildiyimiz kimi sonuncu pillədə qərarlaşıb, yəni hörmətsiz. Can verir də qarar. Can verir, sənədə son nəfəslərini verir. Sanki Cazula yazım gəldi. Əldə adamın 40 neçə yaşı var. Yox, əziyyət çəkib komandasını qaytardı. Bu oyunda əslində çox maraqlı bir hadisələr baş verdi. Əslində maraqlı deyəndə nədir? Juan Martinez oyun hakimi yadda qaldı. 2 epizod. Hakimlərdən çox danışacağıq. Hakimlərdən danışacağıq, hə. Mənim bir sualım var. Yəni bu hakimlərə də əlbəttə ki, hissəti. Prosta, yəni, Barsa azarkeşi, Real azarkeşi bu başqa məsələ, amma hər birimiz istəyirik ki, oyunlar təmiz olsun və haqlı şəkildə qalib gələk və də məğlub olaq. Bu normal bir şeydir. Birinci hissədə bir biabırçı bir hadisə baş verdi. Oyunun birinci sən sonları idi, 30-cı dəqiqə idi. Sonra mənə deyərsən zəhmət olmasın, mən həmin məqam işləyirəm, niyə görə ilk hissə 0-0 qutardı? Onu deyəcəm. Onun şey fərmandan soruşmaq lazım. Fərmana opçi oyun lazımdır. Yox, fərman opçi oyun lazımdır, alınmadı. Nəysə, təsəvvür elə top gəlir Oviedo'nun qapısına, topa çıxır və cəmi meydançası içərisində topu saxlayır normal. Əlinə götürür. Topu saxlayır, görənlər görür də, baxanlar bilir. Top xətti belə keçmir ha, yəni çölə çıxmır. Xəttin üstündə belə dayanmır. Adam bütün yəni qaydalara riayət edir. Hakim götürüb cərimə zərbəsi elədi. Yəni Barsanın lehinə. Çox sağ ol ki, penal vermədiniz. Gol. Niyə? Yəni desəm ki, belə şübhəli bir məqamdır. Orada top tam keçməli də özü. Top tam keçmir. Orada qayda odur. Hər bir şeydə, outda da odur, qolda da odur. Qardaş yavnıdır, yəni yavnı. Qapıçı az qala tumanını çəkirdi başına ki. Kayıfdasız. Kayıfdasız siz. Ona etirazına görə sarı vərəqə aldı. Hətta o topu çöldə götürdüyünə görə sarı vərəqə vermədilər ona. Əslində o qırmızı vərəqə idi. Məntiqlə. Topu çöldə götürmüsən, məntiqlə qırmızı vərəqədir. Yəni qapıçısan xəttdən kənarda oynayırsan. Burada bir dəsə məqamları var, amma bilə-bilə oynayırsan, amma hansı xiyar gəlir? Görmüşəm bir iki epizod sarı alsın. Gəlib çöldə oynayacaq. Yəni kayfınla. Olur, var xiyarlar əlbəttə. Amma daha Lan malaya, okey. Bu məqam deyil deyəsən. Yəni mən dua elədim ki, həmin epizod qolla nəticələnməsin də. Birinci sənin ağzından çıxamayacaqdım mən. İkincisi, ya doğrudan özümdə utanacaqdım. Bu aloe veralar işləyir də bura. Ya
biabırçılıq da qardaş, biabırçılıq. Yəni bu İspan hakimləri. Nə oldu bəs cərimə zərbəsinin yəni axıra qol olmadı. Mən zərbəsi okeydə Uqlava oyzad oldu. Söhbət öldü. Yəni heç bir önəmli bir məqam olmadı. Gələndə ki, yəni hesaba, birincisi Barsa konkret bizə nə dedi? Yəni yola verdi da. Bilmirəm. Kantora oynadılar. Nə dedi? Mənim elə şeylə aram yoxdur. Onsa mən kantorla əlaqəm. O şey inanmıram biz sizə. Mən də elə şeylə inanmıram. Okeydə, amma yəni sırf olaraq oynamadılar. İndi Pedri'nin yoxluğu hiss olunurdu, amma yəni Oviedo komanda deyil. Onun quruluculuğu cəhətdən problem var idi. Конечно var idi. Yəni yenə də tipik Barsa topu ver Yamala, o kurgulasın, eləsin, pas Garcia sağda oynayırdı, Cancelo startdaydı. Onun gecə tezi var da Yamalın. Birinci sənə yaxşısı Cancelo idi yeri gəlmişkən. Yəni hücuma daha çox qoşulurdu, yəni daha qəşəng oynayırdı. Amma yəni hiss olurdu ki, komanda yola verir. İkinci sədə yəni Barsa udmadı oyunu. Yəni Barsa Oviedo'nu udmadı. Qalib gəlmədi. Oyunu yəni Oviedo verdi. Oviedo uduzdu. Rafinha qolunu gördüm. Hər 3 gol Oviedo'nun oyunçusunun səhvindən sonra oldu. Birinci gol cərimə meydançası içərisində Hokka verirdilər. Orada Yamal soxa-soxda pas verdi. Olma soxdu. İkinci gol bu elçilər Rafinha buyur təkbətək kes get vur. Asist elədi. Oviedo oyunçusu Timo Keller oynayırdı. bir şeydi. Keller bir şeydi ki, Allah vur. Paraşüt atdı, söhbət öldü. Üçüncü golda da qapıcı Kasadoya düz sinəsinə 30 pası, amma Yamalın qolunu qeyd etməli. Həqiqətən sevməsən də oyunçusunu qəbul etməli çox qəşəng bir gol idi. Bisikleta idi. Yəni doğrudan da möhtəşəm bir gol idi. Yəni destiz deməyək də 10-10 deməyək 9 ondan 9 verərdim. Çox qəşəng tutuzdurdu. Ləzzət elədi gol. Yəni prosta qalib gəldi də. Yəni 3 xal üçün. Qalib gəlməli idi. Hə, yəni o xal üçün çıxmışdı. Yəni əgər rəqib sənə şans yaradırsa, o deməkdir ki, sən pissən ya da rəqib sənə şans yaradır. Amma əlbəttə ki, qane olmadım oyundan. Yəni mənə görə Barsa belə oynamalı deyil Oviedo kimi rəqiblərə qarşı. Yəni ümumiyyətlə deyirəm, bilmirəm sizdə belədir yoxsa yox. Yəni səndə də məncə elə olub vaxtı ikən. 10 il əvvəl Barcelona Atletico Madridlə oynayanda belə mən oyunlara baxmırdım da bəzən. Əmin idim ki, qələbə. Yəni Real Atletico oynayanda ya da Barça Atletico ilə oynayanda belə mən də şey demirəm ha. O Real Sociedad'ı demirəm və yaxud yəni digər orta-bad komandaları demirsən bunu. Təsəvvür elə həmin Atletico indi bəlkə oynasa, indiki çempionatda olsa o heyət. Bəlkə də Barça-nın Reala şans verməz. İndiki Barça-nın Reala şans verməz, çempion olarlar. Mən sənə 2011, 12, 13 Atletico-sunu deyirəm. Falcao, Arda Güler. Hələ ki normal Atletico. O heyət bu Barça-nın Realı minər. Yəni heç bir şans verməz. Ən azı döyüşçü cəhətdən 100 var. Valla döyüşməz, yəni Barça-nın Reala şans verməz. Yəni o heyət Mirandalı, Godinli, Prime, onların prime vaxtı idi. Barça həmin Atleticoya 5 dənə vururdu. Real həmin Atleticoya 4 dənə vururdu. Yəni hələ oyunlara mən baxmırdım. Oviedo ilə oyunda indi biz Barça oturmuşuq, gözləyirik ki, sağla görsən Barça qol buraxmayacaq. Ona görə mən Barça-nın Reala bu mövsüm çempionlar liqasında çoxdur böyük qiymət vermirəm. Barça-ya. Barça-nın Reala. Hər iki komandada problem var. Real hər şey baxır oyunçuların qeyrətinə. Qardaşım, Realın şansı daha çoxdur nəinki Barça. Çoxdur. Ona görə də mən deyirəm ki, Barça üçün indi yəni bunu mən bir yazı keşiyi demirəm. Bunu yəni həqiqət göstərir ki, çətindir. Yəni transfer də bilmirsiniz. Həm vacib oyunçularınız zədələnəndə əziyyət çəkirsiniz. Yəni sən bu gün Oviedo'dan əziyyət çəkirsən, yaxşı sabah qabağına biraz normalni orta-bad. Orta-bad da demirəm, normalni bir Avropa komandası çıxanda. PSG gəldi. PSG hə okeydə biz onda yaxşı formada deyildik. PSG gəldi bizi 3-cü heyəti ilə məğlub etdi. 2-ci heyəti ilə də yox. Amma sizdə bir iki dənə zədələ oyunçu. Bizdə zədə vardı, amma ümumiyyətlə komanda yaxşı vəziyyətdə deyildi. Chelsea ilə biabırçılıq, Araujo sağ olsun, amma Araujo'nun yoxluğundan əvvəl belə komanda. Yaxşı da 3-0 olmasın, 2-0 olsun. Yəni 2-1 okey də, yəni 3-1 yəni oyun yox idi. İndi son oyunda Chelsea oyundan sonra Barça düzəldi. Amma tam düzəlməyib. Yəni mən bu istədiyim Barça deyil, ötən ilki Barça deyil. Ötən ilki Barça, ötən mövsümki Barça. Doğrudan da mənə o belə prime Barçanı xatırlatdı da az olsun. İndi müdafiədə problem var idi, amma o 4 buraxırdısa 5-in vururdu. Amma indi o qorxu yoxdur biraz. Yəni o aura yoxdur. Inigo yoxdur, başqa oyunçular yoxdur, başqa məsələ. Görək nə olacaq. Komanda qalib gəldi ikinci hissədə, yəni oyunda belə wow bir şey olmadı, amma oyunun sonunda deyəm biabırçılıqlar baş verib. Limark. Tikdiyi stadion mən tam Limark deyil oran tikən. Nə bilim tam. Kişilər tikib də bura. Türkiyələr. Kampnonu. Su dağılıb zad, nəsə aləmdə. Nə gündə idi stadion. Yəni sizin tikdiyiniz stadion mən tam nə dala. Nə gündə qardaşım oyunun sonlarında 5 dəqiqə qalmışdı bitməyinə. Bir dənə qrat getdi yəni. Bildiyin yəni şey yağır, dolu yağırdı.
Stadion Praqanın havası gəldi. xiyar olublar, hərəsə notebookla zadla başını tuturlar ki, niyə su axır. Yəni stadion tam olaraq örtülmüyor bax üstü. Yəni VIP zonalar örtülüb, yəni açıqdır. Yəni tribunalar açıqdır. Bir dənə yağış yağır. Tumanlarına kimi yaş oldu orada yəni. Adamlar yəni Barsa azarkeş olmaqlarına peşman oldular ki, ala biz niyə bu komandanın azarkeşi ilə belə stadion olar ala. Bəlkə qutaranda bu stadionda ola. Axır nə olacaq stadionun? Yəni nə deyirlər? Nəsə təmir işləri. Müvəqqətin ağası gözü istəyir. 2026-cı ilin 2026-cı ildə mövsüm başlayanda, yəni 2026-27 mövsüm başlayanda stadion artıq tərtəmiz hazır olmalıdır. Yəni heç bir ücret təmin. Çək olsun o qədər. Stadiona yəni okey də klublar arasında prinsipiallıq var, amma da stadion yetimində günahı var. Keçək bala və bununla da Barselona birinci yerə qayıtdı ki, Bəli. qayıtmasaydı anormal olardı biraz. Nə var deyim də. Yəni Bir xal fərqimiz var. bir xal fərq var və Real da öz oyununu qazandı. Realın əlbəttə ki, rəqibi biraz daha çətin idi. Villarreal oynayırdı, hansı ki Çempionlar Liqasının başını buraxıb təmiz, deyək ki, vecməli deyil. Amma Mənə lazımda deyil. 3-cü yerə görə Atletico ilə dirəşir. 3-cü yer olacaq olar. Bax, xalları eynidir və yaxud da hətta Atletico 1-2 xal qabaqdadır, amma Villarrealın zapasda oyunu var. Villarreal həmişə bizə çətin rəqib olub, xüsusən də səfərdə. Fərz edək ki, biz son 10 il ərzində Barcelonanı və Atleticonu daha çox məğlub eləmişik səfərdə, nəyə ki Villarreal. Hətta. Və əlbəttə ki, bunu əlavə etmək lazımdır. La Liqanı danışırıqsa, biz hakimlər haqqında danışmaya bilməliyik. Oyunun baş hakimi, Villarreal Real maçının baş hakimi Cesar Sotogrado idi, hansı ki möhtəşəm statistikası var Real'ın. Belə uzun bu statistikanı sizə deməyəcəm. Ən əsas məqam Sotogrado Real tarixi adamların 125 illik tarixi var da. Bu komandanın oyunçularına ən çox qırmızı vərəqə göstərən hakimdir. Bununla da deyiləcək, yəni bir şey yox. 3 mövsüm deyə çıxıb ortalığa. 3 mövsümdür ki, ortalığa çıxıb. 3 mövsüm. 3 ya 4 mövsümdə maksimum koronavirus. Amma bu hakim həmin hakimdir ki, o 3-2 El Clasico'da yaman. Bu hakimin arxiv varı mən çox belə dərin, gözəl bir mənbə hesab eləmirəm. Onunla da bağlı olan bir şey deyil. O sırf olaraq varın baxmaması idi və goal line. Mən onsuz da Sotogrado ilə bağlı olan bütün El Clasico əsas məqamlarını və yaxud da Real'la bağlı məqamları deyəcəm sözsüz ki, amma bir məqamı sənə bildirim ki, Cesar Sotogrado deməli bu mövsümün El Clasico'suna görə hardakı Real 2-1 udmuşdu, 2.5 aldı ondan qiymət olaraq. Yəni 2 ya 3 aldı da. Hakim reytingi çox aşağı. Nəyə görə? Necə penalti görmədi, orada bəzi məqamları görmədi və s. və axır. Keçən il deməli Sotogrado idarə etdi Clasico'da Barcelona azkeşləri narazı idilər 3-2 məsələsi. Prosta orada yəni Sotogradolıq nə var idi? Əgər bu yetimçə Tebas gəlib burada goal line sistemini qoşmur, öz maaşını əlbəttə ki artırır öz yerində, amma digər tərəfdən də biz keçən buraxılışda offside-lərdən danışırdıq. Bunlar avtomatik offside-ları bəli edə bilmirlərsə, bu Lewandowski əlavə ayaq verirlərsə, yəni bunlar goal line necə eləyəcək də mən çox maraqlıdır. İndi ki mən sübut elə ki o Yamalın epizodu gol deyildi və yaxud gol idi. Oydu, o vaxt mənim yadımdadır. Photoshopla kimsə belə ayırdı topu qapıya salır. Kimsə Lunin ayağı soxurdular topunda. Ya da kimsə çıxardırdı. Yəni onu heç kim sübut eləməz. Mənə görə goldur. Abdullah görə gol deyil. Və biz top 2, top 3 liqadan danışırıq da. Yəni bura Baktaxov liqası. Otamiya Tebas gedib söz soxur ki, EPL elədir, nə bilim Serie A belədir. Amma sən belə bir şey deyim, mövzudan kənara çıxıram. Mənə görə hal-hazırda yəni Serie A hakimləri daha adekvat və daha belə Serie A Almaniya. Bir də Almaniya. Serie A Almaniya, okey. Baxmayaraq ki, biraz Serie A bizim ağımızda qayıb çox olacaq, amma yenə. Görsən belə hype azdır onlardan. Yəni onlar çünki qardaşım bunlar Santa Barbara icarə serial çəkir. İcad edən adamlar da yəni də bağışladı qardaşım. Yəni İspaniyada biraz olmalıdır o belə. Sən nə danış? Villarreal'ın o Vinicius'un tək-bətək epizodunu. Elə Sotogrado məsələsini ona görə çatdıram ki, o nəyə görə sadalayıram onun möhtəşəm oyunu. 0 Alaves Real maçında 0 reyting alıb ondan 0. Səndən çıxmazdın da baş hakimi. O da olmuş təmin oyunda. O da hakim olmayıb da, yəni belə görürəm. İnanılmaz bir məqam. Voşum, Sotogrado məqamı nədir? Deməli hesab 0-0 olanda Real təkbətəyə çıxırmış. Mən gördüm. Təkbətə Vinicius yəni meydanın mərkəzinə təkbətəyə çıxıb və hansısa məqamda Real'ın oyunçusunu itələmişdilər və
davam etdirdi də hücumu ki, yəni Premuş var da, hə. Çünki niyə dayandı? Yəni hə. Sonra dayandı. Orada Vinicius atdı özünü yerə. Bax bu şoku düşdü. Nəyə dayandırırsan? Və sonra Paftorda epizod göstərdilər ki, necə ki Vinicius hücum zamanı qaçır və belə oyunçu yıxır. Və bu cərimə sayır deyənə imkan vermir Real, yəni öz hücumunu davam etdirsin və yekunlaşdırsın. Okey deyirik, yəni biz televiziya qarşısında okey deyirik ki, yaxşı da can sağ olsun. Dərinliyini görmürük də. Hə, sonra ortaya dərinlik çıxır ki, bu Villarreal oyuncusu ki, Vinicius qaça-qaça itələdi ha. Bütün bu epizod zamanı burasından, yaxasından tutub Vinicius və Vinicius normal olaraq əlini beli çəkib ki, çək də məndən də. Yəni okey də mən Viniciusu bilirsiniz ki, sevmirəm. Yəni mən valla Viniciusu müdafiə edəcək son adamam da. Yəni orada məsələn mən də ola bilərəm, sən də ola bilərsən. Ha, yəni qardaşım, yəni bilirsən necə orada Villarreal oyuncusu, bir oyuncusu hansı oyuncumuzu yıxır. Burada digəri Villarreal oyuncusu, Villarreal Vinicius tutur. Bu ikili cərimədir və sən yenə də icazə verməlidir ki, bu hücum yekunlaşsın. Ya axırda burada Odan Villarreal oldu da yəni bu epizod. İki dəfə cərimə elədi bir epizodda. Amma Odan Villarreal oldu. Çox məntiqli bir qərar idi oradan da. Nəysə, nə də olsa Real'la Villarreal ilk hissədə hər iki komandanın müdafiəsi rəqib hücumundan daha güclü idi. Amma ikinci hissədə bax sən dedin ha, məsələn Monaco oyununda Monaco'nun şansları var idi. Burada Villarreal'ın demək olar ki, şansı yox idi. Çox yaxşı oynadılar. Villarreal Real çox yaxşı oynadı. Keçici xəttlərdə və xətt qorunmada Asensio'nu qeyd etmək lazım. Mən Höysünü bəyənmirəm son aylarda performansını, amma Höysünü də bu oyunda qeyd etməliyik. Qələbə qazandıq, çətin də olsa da Mbappe dubl elədi. Oyunun MVP-si seçildi, amma mən əlbəttə ki, oyunun MVP-sini seçərdim. Nə yalan deyim, Vinicius'u. Hətta və yaxud da Kamavinga. Mən prosta bir şey demək istəyirəm. Mbappe. Ay sən nə şərəfsiz adamsan. Adam belə qansız olmaz da qardaşım. Başa düşürəm. İndi penalti qazanmısan. Penalti özü sözüm yoxdur. Penalti tərtəmiz penalti idi. Problem. Özü şərait yaratdılar. O heç o sözüm onu deyil. Adam bir komanda yoldaşına dəstək olar. İndi okey də penalti vermədin o Brahim Diaz'a, başqa məsələ. Ona da mən nəsə belə negativ yanaşmıram. Amma gör adam nə qədər ola ki, penaltini Panenka ilə vurasan. Ayda Sırozda rejissorlar göstərdilər Brahim Diaz'ı. Özü də oyundan əvvəl o Gueye var ya, hansı ki qələbə qolunu. O da Villarreal'da oynayır axı. Onu göstərdilər o şeylə. İbrahim Diaz'ın qabağını qaqaş. Brazilski serial eləyiblər də La Liga ki, hər şeydən belə hype qazanır. Hər kəsə süjet çalmağa çalışırlar da. Kanka TikTok'a işləyirlər. Ayda Brahim Diaz'ı göstərdilər. Amma özü izah elədi Mbappe, dedi ki, mən bu qolu həsr edirəm Brahimə nəyə görə? Mən öz qolumdan sübut etmək istəyirdim ki, Brahim Diaz'ın etdiyi hərəkət səhv hərəkət deyil. Sadəcə olaraq. Sadəcə bəxti gətirmək olur. Yəni deyəmə. Sən yəni mırtlaşmaq istəmədi əslində. O deyə bilmədi, deyə bilmədi. Mən onu demək istəyirəm. Get Mbappe xaric ola bilsən artıqdım mən. Yəni nə mənada Mbappe bu deyiləcəm də səni. Marcelino qışqırır cəmaatın üstə. Bu Mbappe düz qabandır, şəb bilir. Nə sumaq istəyirsən? Hə, görəsən. Gəl tut. Mbappe 2 gol vurdu və 28 Real heyətinə, hələ mən Fransa millisini demirəm. Real heyətində bu mövsüm 28 oyunda 34 gol, 5 assist. Məzələnsən. Yəni hələ yanvarın axırında və nəzərə alsaq ki 39 qardaş. 39 gol plus assist. 49 bili ilə birlikdə. 50 gol plus assist. Yəni konkret deyirəm, yəni bu mənə görə sırf qızıl top atan şeydir. Hansı yarışı qazanmaq lazımdır? Qızıl topa gedən yoldur. Yəni Mbappe mən çox sevirəm. İndi o günkü hərəkəti qalsın qırağa, indi düzülmədi. Şərəf dəhlizində zət qalsın qırağa. Qardaşım, yəni bu dünyadan deyil bu saç. Mən hətta deyərdim ki, bunlara və daha doğrusu Mbappe'yə qızıl top qazanmaq üçün çempionlar qası lazım deyil. İzah edeyim nəyə görə. La Liga və hansısa komanda yönlü komandanın çempionlar qası qazanması, məsəl üçün PSG-nin. Necə oldu Real məsəl üçün qazandı çempionlar qasını, Rodri götürdü. Yəni komanda şəklində olur. Hansı onlar bir-birinin xalına alırlar axı. O mənada Mbappe qazana bilər. Plus heç olmasa La Ligası olsun. La Liga qazansa, yox, şey də var. Bir dünya çempionatı. Orada performans göstərsə, ən azından yarım finala kimi gəlsə, La Liganı qazansa, individual olaraq orada da partlatsa, qızıl topu var. Doğrudan da indi bəlkə bəzilərimiz deyəcəksiniz ki, sən Barsa azarkeşi deyilsən. Sən bunu deməyin düzgün deyil. Amma mən haqqına danışmağı sevirəm, həmişə də danışacağam. Yəni bu adamın qızıl topun olmaması, yəni məni yandırır. Yandırır və özü də başa düşür bunu. Bu adamın qızıl topu yoxdur. 27 yaşı var. Bu adamın qızıl topu yoxdur. Bu biabırçılıqdır. Dembele kimi Lülüşün qızıl topu var.
Bu adamın qızıl Amma Dembele də brat uğurlu bir komandada oynayır. Bilirəm, uğurlu komanda. Mən hətta yayda Dembele'nin qızıl top almağına əsəbləşdim və mənə lağ elədilər ki, sən Barsa azad keçsən, belə get, elə. Mən lağ eləmədim, mən əsəbləşmirəm. Nə mənada? Vallah deyirəm, yəni Mbappe alsaydı mən sevinərdim. Biz özümüz də uşaqlarla danışırdıq ki, yəni Dembele yerinə Mbappe alsaydı mən sevinərdim, bayram eləyərdim ki, axır ki bu adam aldı o qızıl topu. Amma sən əgər hansı mövsümdə ümumiyyətlə titul qazanmırsansa, əlbəttə ki, Başa düşürəm, nə titullara çox çətindir. önəm verirlər, amma bir mövsüm titul önəm verirlər, bir mövsüm oğlanlığa önəm verirlər, bir mövsüm nə bilimi, sırf olaraq individuala önəm verirlər. Bilinmir ki, hansı mövsüm stabil nədənsə bir meyar götürək. Yəni bunu sən deyirsən ki, meyar budur, ancaq titul qazan. Mənə girmir. Bir dənə oyuncu 80 dənə qol vuracaqsan, 30 dənə vuracaqsan, amma bütün titulları qazanmısan, nə sənə verəcəm. Ya da tərsinə. Qardaşım, Mbappe keçən mövsüm tək başına La Liqada Realı daşıdı da. meyarlar mən sənə razıyam, hər dəfə dəyişir və həmişə kimi dünya çempionatı çox vacib olacaq. Nəysə. Yaxşı, gəlin La Liqanı yekunlaşdıraq. Ümumiyyətlə, sonda bir dənə xəbər oxuyacaq sizin üçün Fuad və bundan da məncə Bu yekunlaşdıraq. biabırçılıqdır. Ümumiyyətlə, dostlar, Ter Stegen'i tanıyırsınızlar. Ter Stegen komandamızın əfsanəvi qapıçılarından biridir. 11 ildir ki, komandadaydı və hal-hazırda ona yer tapılmır komandada və onu icarə əsasında Girona'ya göndərdilər ki, heç olmasa oynasın və ən azından 2026-cı ildə dünya çempionatında Almaniyanın qapısında dura bilsin. Nagelsmann artıq sevinir orada. Amma belə bir problem var. Deməli, Ter Stegen gedib Girona'ya icarə əsasında və La Liqanın belə bir qanunu var ki, qapıçı 1, 13 və 25 nömrəli forma altında çıxış edə bilər. Və Непонятно qaydalarda. Bundadır ki, yəni qayda onsa belə Bespantovudur. İngiltərədə adam 67 nömrə ilə oynayır. Niyə də bunu Foden 47 oynayır belə, poker belə. Nəysə, yaxşı, okey də, yəni belə. Proza problem bilirsiniz nədir? Problem ondadır ki, bu Girona'da bu nömrə altında çıxış edən oyuncular var və bu nömrələrin hamısı Qapıçılara məxsus. Zanitdir. Qapıçılara məxsus və Zanitdir. Və indi bu dəqiqə Girona rəhbərliyi Livakoviçi vikdir eləmək istəyir komandadan, eləyə bilmir ki, Ter Stegen'i qeydiyyatdan keçirsinlər. Yəni bu Kataloniya komandalarının bəlası nədir? Barsa La Liqanın bəlası qardaşım, nə? Barsa nə ala bilir? İndi yetim Ter Stegen ora oynamaq dərdi ilə getdi. Qalıb indi orada oynaya bilmir. Mən bilmirəm nə deyim, qardaş. Heç şey yoxdur qardaşım. Fənərə getsəydin ondan yaxşı olardı. Nə bilim, yəni Ter Stegen uğurlar arzu edirəm, amma heç yaraşdırmadım Girona'ya. Məncə baxa daha belə yüksək. Ya bunu fikirləşib sonra da işte alarsınız da, yəni hər halda da. Onu sən ağlı bəlkə bilmiblər özləri ki. Yəni də bu nə 4 dənə qapıçı neysə ay xiyar. Neysə xokkey oynayasınız orada. Bəlkə nəzərə alsaq ki, Çempionlar Liqası olacaq. Biz sağollaşandan əvvəl adət-ənənəyə sadiq qalaraq gəlib bizim proqnozlarımızı verək. Onu da tutuzduran biri yox. Amma siz varsa veririk də. Bu atıram ya bura. Benfica Real Madrid. Benfica Real Madrid hesab təxminim 2-2. O, hətta. Hə, məncə Real Madrid əsas heyətlə oynamayacaq. Məncə oynayar. Nəzərə alsaq ki, bizim uşaqlar aşniyakdır. Biz Bappaya... Ala, yem, vur. Mən bir digər tərəfdən Mourinho'nun müdafiə futbolu 2-0 deyirəm, Realın qələbəsi. Barcelona Kopenhagen isə baxmayaraq ki, Kopenhagen nəsə lazımdır. Mən Barcelona'nın Pedri olsaydı əmin qələbə deyərdim. Nəzərə alsaq ki, yoxdur. Hardasa bir, məsəl üçün 4-2 ya da 3-1'lik qələbəsini düşünürəm. Barcelona Kopenhagen 4-0 və yaxud 5-1. Hesab təxmini budur, amma yəni Abdullahla razıyam, Pedri'nin yoxluğu sözünü deyə bilər. Bu üçün müdafiə biraz problem. Kopenhagen nəsə lazımdır. Kopenhagen Qarabağın xalqçısını gözləyir. Qarabağ da vardı ona qısa ki. Qarabağ, indi mən özümü Neftçi Azar çəkəm, hamı bilir. Amma uğurlar Qarabağa və heç bir şey. Beşiktaşın hesabını təkrarlamayın, başqa heç nə. Uğurlar, bəli, Qarabağa da uğurlar arzulayırıq və çox sağ ol bildirmək istəyirik hər bizə ki, bizim bugünkü buraxışımızı baxdınız. Bugün daha belə lampovu ruslar demişkən bir buraxış oldu, belə yumuşaq buraxış oldu. Çünki temalar olmadı, amma biz... Amma ümid edirəm ki, yəni bizim kontentimiz bəyənirsiniz və növbəti buraxışda bir həftə sonra həmin yerdə, həmin məkanda, həmin studiyada, həmin YouTube kanalda görüşənədək. Buradayıq. Öpürəm hamınızı. Şəhərlərinizə görə sağ olun. Şəhərlərinizə görə çox sağ olun və mütləq kanala abunə olmağı unutmayın. Kanala abunə olun və Instagramda, TikTokda da bizi izləməyi unutmayın. Xahiş eləyirəm. Piora, çox sağ olun. Yoxsa Ter Stegen günə düşəcəyik. Barit Podcast hər həftənin cümə günü 20:00-da YouTube'da.